Artıq qarşılaşmanın ikinci hissəsi birazdan başlayacaq. İlk yarının sonuna isə İstiqlal futbol komandası 3-2'lik üstünlüklə ayrılıb. Bir ikinci yarıda, ikinci 45 dəqiqədə bizləri nələr gözləyir? Bütün suallara cavab tapılacaq bu 45 dəqiqə minimum. 45 dəqiqə ərzində. Sənan Nəsurov uzun oynadı. İkisinden maraqlı var sizdən Sultan. 5 gol Rəqib komanda öz aralarında qısa ötürmələrlə oynuyor. İndi bir uzun ötürmə izlədi. Rzayev qarşıladı. Sona qədər daşıdı. Təhlükə bir qədər soğuşur. İstiqlal qapısı qarşısında. İstiqlal futbol komandası Aksu City-ni qonaq edir. 3-2'lik üstünlüğü var qarşılaşmada İstiqlala. Oyunda İstiqlal tərəfində atılan qollar isə ikisi Nurlan Hacıyevə, biri isə Əbülfəz Ələkbərova aiddir. Təbii ki də bir məhsullar ötürmədə məsələ Əbülfəz Ələkbərovdan gəldi. Onun da bu qalibiyyətdə imzası var. Qapı qarşısına bir ötürmə. Tamerlan Zeynalov. Son müdaxilə ondan gəldi. Tam uzaqlaşdırılmayıb. Bir tərs vuruş. Rzayev qarşıladı. Rzayev sona qədər mübarizə apardı. Rəqibə mane olmaq üçün əla bir mübarizə izlətdi bizə. İndi isə kün zərbəsini yenə etirəcək Aksu City komandası. Bir qapılı zərbə. İlk yarı başlar-başlamaz ilk gün zərbəsində bunu qola çevirməyi bacardı Aksu City komandası. Yenidən bərabərliyi hüküm sürür qarşılaşmada. Bol qollu bir qarşılaşma izləyirik. İstiqlal futbol komandası 3, Aksu City 3. Bəli, artıq Aksu bərabərliyi ilk yarının, ikinci yarının başında əldə etməyə bacardı. İlk yarıda atılan 5 qol bu qarşılaşmanın bol qollu keçəcəyinin xəbərdarçısı idi. Əbülfəz Ələkbərov. Mən meydanda oyuncu dəyişikliyi görmürəm. Elə start heyətlə davam edir. İstiqlal futbol komandası. Rzayev müdaxilə etsə də Tamerlan Zeynalov topa yetişməyə bacarır. Bəli, təhlükəni bir qədər soğuşturmağı bacarır Tamerlan Zeynalov. O da bugün meydanda inamlı oyun göstərənlərdən biridir. Hazırda ilk yarının, daha doğrusu ikinci yarının 4-cü dəqiqəsi geridə qalıb. Və 3-3'lük bir bərabərlik hüküm sürür qarşılaşmada Əbülfəz Ələkbərov. Yenidən sürətləndi. Gözəl keçdi iki rəqibin arasından. Bu ikilidən keçmək mümkün olmadı və yerdə qalır epizod sonrası. Standart vəziyyət qazanır İstiqlal futbol komandası. Ümid edirəm qarşılaşmanın geri qalan hissəsində davam etməyə bacarar Əbülfəz Ələkbərov. Çünki komandasının çox önəmli qol silahlarından biridir. Bir qol, bir məhsuldar ötürməklə bugün yadda qalıb. Bəli, Region Liqasının 3-cü turunda qarşı-qarşıya gəlir hər iki komanda İstiqlal və Aksu City. Topun başında mən kapitanı görürəm. Sənan Nəsurov. Hakimin pitini gözləyir. Sənan Nəsurov birbaşa indirdi zərbəni. Bir qədər ünvansız alınır. Birbaşa özü indirdi zərbəni. Yeni bir əmlər. Bu soydu bən. Ayaq saxladı, bağladı deyəndi. Salayev. Bakıda çıxartladı. Sürü şansı ola bilər Samrəliyev. Bir ara ötürməsi. Darbala kişib son anda. Orada vəziyyətmə dəyişiklik görürəm. Komandanın digər qolçuluğa
Məhz təhlükəni soğuşdurdu. İndi Fərid Quliyev sürətlənib. Fərid Quliyev azlıqda yaxalanıb. Ağsu City komandası sona qədər mümkün olmadı topu saxlamaq. Fərid Quliyev adına çox gözəl bir hücum idi bu. İstədiyi nöqtəni qoymağı başarmadı Fərid Quliyev. Daha doğrusu imkan yaratmadılar. Müdafiənin təzyiqi keçid vermədi. Sənan Nəsrov qarşıladı. Çox gənc oyuncudur, amma qüvvətli dəqiq zərbələrlə fərqlənir. Məhz indi yerdə qalan oyuncu Fərid Quliyevdir. Bir qədər xəsis davrandı məncə Fərid Quliyev az əvvəlki epizodda. Bir dəqiqə itirirəm. 3 oldu. 3-də bərabərlik var. Tamerlan Zeynalov Məhz Mehdini düşündü. Gökhan Qartal qarşıladı. Zörab. Yaxşı çöndü orada. Yəqanol ötürmə. İndi isə Ağsu City'nin hücumunu izləyirik. Mərkəzə doğru. Soşdurmaq mümkün olacaq Belcan Süleymanov. Qüvvətli zərbələr lazım müzəyyətlənib. Məhz Zərbə izləyəcək. mane olsa da bu zərbəyə bir standart vəziyyət yaşanır. İstiqlal futbol komandası qapısı qarşısında. Eldar Balakişev canlı səhti qurur. Məhz hakimin xəbərdallığını gözləyir. Məhz Ağsu City komandasının oyuncusu isə topun başında da. Bu zərbəni soğuşdurmaq mümkün olacaqmı? Təhlükəli ola bilər. Məncə elə təhlükəli nöqtədən də bu bir standart vəziyyət yaşanır hal-hazırda. İkinci yarının başında geri dönüşmü olacaq? Bizə də çox maraqlıdır hal-hazırda. Birazdan bu sualın cavabını biz əldə edəcəyik. Hakim xəbərdarlığını verir. Birbaşa zərbə! Az fərqlə! Birbaşa qapıya mən zərbəni indirdi. Sadəcə bir qədər ünvansız alındı bu zərbə. Eldar Balakişev uzun oynadı. Rəqib oyuncular qarşıladı. Sonrasında Fərid Quliyev. Tamerlan Zeynalov sona qədər mübarizə apardı. Məhz mübarizəni itirmir, təzyiqi buraxmır. Məhz Fərid Quliyev sonrasında Əbülfəz Ələkbərova çatmır bu ötürmə. İndi isə tac atışını yerinə yetirəcək Tamerlan Zeynalov. Rəhmin arxasına. Bir hücum şansı var rəqib komandada. Məsələ hakim də oyunu dayandırır. Bir qayda pozuntusu Ağsu City oyuncusuna. Belə Ağsu City komandası ilə İstiqlal futbol komandası Region Liqasının 3-cü turunda üz-üzə gəliblər və ilk yarının artıq nəticəsi 3-2 idi. İkinci yarı isə başlar-başlamaz Ağsu City qol taparaq bərabərlik tapdı qarşılaşmada. İndi isə hal-hazırda ən azından bunu demək olar ki, ikinci yarıya daha inamlı Ağsu City komandası başlayıb. Hücumların ardı kəsilmir. Hər nə qədər də son nöqtəni qoymağı bacarmasalar da bir qədər geridə qalınsa da bu zərbələr meydanda daha çox inamlı onlar görsənir. Mehdi Məmmədov təbii ki də bunu bir tərs vuruş təhlükəli ola bilər Eldar Balakişev. Qapıda o var. Fərid Quliyev qarşıladı. Rəqib oyuncu ilə mübarizəsini izləyirik. Meydanda saxlamaq mümkün oldu. Sonrasında Rızayev, Nurlan Arciyev ötürmə çatmır. Məhz rəqib oyuncudan da meydanı tərk edir top. Tac atışını İstiqlal futbol komandası yerinə yetirəcək Rızayev. Başladı. Məhz Mehdiyə çatmadı.
Özlərində yaxşı saxladılar topu. Bir tərs ötürmə izlədi. Son anda Nəsirov kapitan uzaqlaşdırmağı bacarır. Bir qədər amma alınmırdı təbii ki də bu uzaqlaşdırma. Çünki uzaqlaşdırılmaz, elə rəqibdə qalır top. Ara ötürməsi Zöhrə Bayramov. Rəqib onu yaxşı alır. Belə görünür, hələ ki, onun zərbə imkanı tanımırlar. Bir zərbə elə bu da çox effektsiz alınır Ağsu City'dən. Cəfərov. İsə daha bir Ağsu City hücumunu izləyirik. Tamerlan Zeynalov müşahidə edir. Bir tərs vuruş. Evansız alır. Məhz bu zərbədə. Kön zərbəsini yerinə yetirəcək. Bəli, qərar elə kön zərbəsidir. Kön zərbəsini yerinə yetirəcək Ağsu City. Bu da qeyd alaq ki, ikinci yarının ilk yarısında, belə deyək, ilk dəqiqələrində elə məhz kün zərbəsindən qazanılmışdı bu gol. Görək, bu korner zərbəsi necə bir göstərəcək. Eldar Balakişev yumruqladı. Sonrasında Tamerlan Zeynalov. Rəqib oyunçularında qalıb top. Cəfərov yaxşı ötürmələr, Salayev. Beysal Rızayev da araya girdi. İndi Nurlan Hacıyev sürətlənib. Nurlan Hacıyev ötürməsini verdi. Əbülfəz Ələkbərov təhlükəli ola bilər. Əbülfəz Ələkbərov sürətlidir. Bu qarşısına ötürmə idimi, zərbə idimi bir qədər. Təbii ki də suallar var beyində. Çox gözəl taşıdı, çox gözəl taşıdı. Məhz Nurlan Hacıyev ötürməsini verdi Əbülfəz Ələkbərova. Məsələn, Əbülfəz də bunu dəyərləndirməyi bacarmadı. Yeni bir əmr olacaq. Təbii ki də təzyiq də var idi. Rəqibdən ən azından 4-cü qol tapmaq adına. İndi təhlükə məhz İstiqlal qapısı qarşısında da Rızayev sona qədər mübarizə apardı. Ötürmə gələcəkmi rəqibdən? Qapı qarşısına bir ötürmə, bir akrobatik cəhd izlədik. Daha doğrusu cəhdi izlədik uğursuz alınan rəqib komanda oyuncusundan. İndi Zaur Hüseynov sürətlənib, özünü saxlamağa bacarır. Məsələ qazanar-qazamaz itirməyi saniyə belə çəkmədi Zaur Hüseynovun. Montaj atışını yerinə yetirəcək İstiqlal futbol komandası. Bərabərlik hökm sürür. Artıq ikinci hissənin 12-ci dəqiqəsi yerdə qalıb və offside bayrağı da havadaydı. Məhz Şəfa stadionunda keçir qarşılaşma 4-cü stadionunda. İstiqlal futbol komandası Ağsu City-ni qonaq edir. Və qarşılaşmada bərabərlik hökm sürür. Qazanan yoxdur. Hal-hazırda xallar paylanır iki komanda arasında. Bir ara ötürməsi. Veysel Rızayev qarşıladı. Sonrasında ötürməsi Mehdi Məmmədova. Mehdi Məmmədov, Tamerlan Zeynalov da. Məhz Mehdi Məmmədova. Ondan bu faul qərarı verilmədi. Bir zərbə qeyri-dəqiq alınır. Bu zərbədə. Və məhz hakim avantajı bıraxmışdı. Bunu yaxşı dəyərləndirə bilmədi qonaq komanda. Sənan Nəsirov uzaqlaşdırdı. Ötürməsi Zaur Hüseynova. Və bir daha top itkisi. Asif Əhmədov da qoşuldu təzyiqə. Elcan Süleymanov və məhz Sənan Nəsirov müşahidəsi altında Eldar Balakişev də qalır ötürmə. Fərid Quliyevin ötürməsi məhz Nurlan Hacıyev üçün sürətli idi.
Fərid Quliyev qarşıladı. Sonrasında Mehdi Məmmədov. Ötürməsi keçmədə Əbülfəz Ələkbərova. İndi isə bir əks hücum şansı yaranıb rəqib komanda adına. Rzayev bu mübarizəni qazanan isim oldu. İndi isə Mehdi Məmmədov ötürməsi Fərid Quliyevə. Ötürməsi Nurlan Arçıyevə gözəl ötürdü. Nurlan Arçıyev surətlidir solçuluqda. Qapı qarşısında bir ötürmə görəcəyimi ondan? Məhz bloklanır bu ötürmə. Çox təhlükəli gəlmişdilər. İndi isə təhlükə tam soğuşmayıb. Mehdinin ötürməsi Asif Əhmədova. Asif Əhmədovun zərbəsi özü yoxladı deyib. Özü yoxlayın bəlkə. Amma alınmır. Ünvansız bir zərbə idi bu. Asif Əhmədovdan. Fərid Quliyev başlatdı hücumu. Nurlan Arçıyev gətirdi, çatdırdı qapıya. Amma isə son anda gələn təzyiq və müdaxilə epizodu soğuşturmaq mümkün oldu rəqib komanda adına. Hal-hazırda Zarüsenova keçid vermirlər. Nə qaçır əldən? Daha bir %100'lük gol şansı bir dəqiqə içərisində. 200%'lük gol şansı əldən qaçır. İndi isə Nurlan Arçıyev məskür zərbəsini yerinə yetirəcək. İstiqlal komandası adına. Qapı qarşısına ötürmə. Zarüsenova alanı. Sonrasında Fərid Quliyev. Yerdə qalır iki oyunçusuzla. Hakim o yönə doğru belə baxmır. Bu bir əks hücum şansıdır xüsusiyyəti adına. Mehdinin müdaxiləsi topa yetişmək mümkün olmadı. Təhlükəli ola bilər. Sənan Nəsirov kapitan araya girdi. Sonrasında Asif Əhmədov. Yenidən uzaqlaşdırmaq mümkün olmur bu. Məhz hücumu soğuşturmaq mümkün olmur. Bir zərbə. Sonrasında Nurlan Hacıyev. Daha öncəsində də məhz Rzayev var idi. Epizodun baş rolunda Cəfər. Kartal. Əbülfəz Ələkbərov topu qazandı. Təhlükəli ola bilər. Ötürməsi Zarüsenova. Offside bayrağı yenidən havadadır. Bunu necə axı? Biz belə buradan görürdük. Və mən səhv görmürəm. Məhz İstiqlal futbol komandasının baş məqsisi müdaxiləsi səbəbilə qırmızı kartla cəzalanır. Bəli. Sırf bu sərt etiraz məhz baş məqsisiz buraxır meydanda İstiqlal futbol komandasına. Bəli, qırmızı kartla cəzalanır hal-hazırda. Etirazı isə Əbülfəz Ələkbərova idi. Offside-da olan komanda yoldaşını görmədi. Bir zərbə, məhz təhlükə, indi isə Balakşev sürəti başlayacaq. Böyük ehtimal uzun oynayacaq. Bir uzun bir ötürmə görəcəyik biz ondan. Uzun oynadı. Zarüsenova alamışdı. İndi isə Mehdi. Ötürməsi Əbülfəz Ələkbərova.
məhz uzaqlaşdırmaq mümkün olur. Təhlükəni savuşdurur Aksu City komandası. Bir neçə dəqiqə sonra İstiqlal adına bir əvəzləşmə başlayacaq. Bəli. Məhz oyuncu dəyişikliyi var. İstiqlal futbol komandasının adına. Görüşdü. Hesab 3-3. Mən meydanın kənarında Aydın Hacıyevi görürəm. Məhz birazdan meydana daxil olacaq. 18 nömrəsi ilə. Bu dəyişikliklər Sol cinalda bir əmlər. nə? Həmçinin Dəyişikliklər daha doğrusu nə cür effekt buraxacaq qarşılaşmada İstiqlal futbol komandası adına Aydın Hacıyev fərqlənə biləcəkmi qarşılaşmada? Məhz indi hücum qurulub İstiqlal adına Fərid Quliyev, Asif Əhmədov gözəl paslaşdı. Müdafiənin gerisinə məncə Nurlan Hacıyevi düşünürdü. Amma Nurlan Hacıyev üçün bu sürətli bir ötürmə idi. Bir qədər tələsmir qolkiper. İndi isə hücumun istiqaməti dəyişir. saxlama bacardı. Rızayev sona qədər mübarizə apardı, tezliğini buraxmada. Bir könc zərbəsi yerinə yetirəcək. Yox, bəli, taç atışı yerinə yetirəcək. Və bəli, oyuncu dəyişikliyi artıq baş tutdu İstiqlal futbol komandasında. İlk dəyişiklik məhz Nurlan Hacıyevlə Aydın Hacıyev arasında gerçəkləşdi. Bunu unutmayaq ki, atılan İstiqlalın 3 golunda ikisində, daha doğrusu 3 golun ikisində Nurlan Hacıyevin imzası var. 2 golla yadda qaldı bugün. İndi isə yerini Aydın Hacıyevə bıraxdı. Bəli, Region Liqasıda 3-cü turda İstiqlal futbol komandası Aksu City'ni qarşılayır. Elcan Süleymanov uzaqlaşdırdı, amma məhz rəqib oyuncuda qaldı. Daha bir təhlükə İstiqlal qapısı qarşısında. Nurlan Hacıyev uzaqlaşdırmağı bacardı. Nurlan səhvimi dəyişim, Sənan Nəsirov uzaqlaşdırmağı bacardı. Mehdi Məmmədov, Aydın Hacıyev sürətlənib. Meydana daxil olar olmaz. Hücum şansı yaradır komandası adına. Əbülfəz Ələkbərov sol çınaqda Aydın Hacıyev ötürmək istəyir. Və offside bayrağı havadadır mı? Məhz offside bayrağı havadadır. Meydana daxil olar olmaz. Əbülfəzin ötürməsində torları sarsa da Aydın Hacıyev gol dəyəri qazanmır. Offside. Tamerlan Hacıyev. Əbülfəz Ələkbərov gözəl qopartdı rəqibdən. Hakim oyunu yenidən dayandırır. Mən belə anlamış deyiləm. Nə baş verir meydanda? Tabii mən belə başa düşürəm ki, oyuncu dəyişikliyinə görə meydanda oyunu saxlayıb. Mən 4 nömrəsi görürəm. Aksu City komandasının oyuncusu meydana daxil olmağa hazırlaşır. İndi isə bir standart vəziyyət dəyişiklikdən sonra başlayacaq Aksu City adına. Qarşısında Mehdi Məmmədov var. Aydın Hacıyev də qoşuldu təzyiqə. Tamerlan Zeynalov uzaqlaşdırmağı bacarır. Məhz müdafiənin gerisinə qədər top gəldi. Aydın Hacıyev də məhz qoşuldu təzyiqə. Tərs gücə Tamerlan Zeynalov ram etməyi bacardı. Ötürməsi Əbülfəz Ələkbərova çatmır. Bir əks hücum şansıdır Aksu City adına. Məhz göz zərbəsi yenidən səhnədə Tamerlan Zeynalov və Sənan Nəsirov görürəm.
Gün zərbəsini sürətli başladılar. Qonaq komanda Fərid Quliyev. Bir əks hücum şansı Əbülfəz Ələkbərov yenidən səhnədədir. Ötürməsi Zahir Hüseynova. Təhlükəli ola bilər. Gəlir mi 4-cü gol? Gəlir mi 4-cü gol? Nə qaçır? Zahir Hüseynov adına artıq bu 90 dəqiqədə 3-cü, bəlkə də 4-cü Real gol epizodu idi, əldən qaçır. Daha əvvəl ilk yarıda qapışını belə keçdi. Zərbəni indirmək mümkün olmadı. İndi isə bu epizod saç baş yolduran epizodlar idi bu. İndi sağ Aksusitin hücumuna biz şahidlik edirik. Sağ cınaq irəliyir. Məhz az əvvəl o da meydana daxil olan oyunculardan biridir. Qapı qarşısına ötürmə, başla bir zərbə, Eldar Balakişiv qapıda inamlıyam deyir bugün. Keçid vermərəm deyir və məhz gün zərbəsi yerinə yetirir. İndi hazırda Xüsus City komandası. Məhz hakimin xəbərdarlığı gözlənilir. Qapı qarşısına bir zərbə. Yenidən bir gün zərbəsi təkrarlanacaq. Məhz Xüsus City adına. Və bunu da xatırladaq ki, qarşılaşmada bərabərlik hökm sürür. Qarşılıqlı qollarla Sənan Nəsrovun tərs vuruşu, etirazlar var. Amma bu gün zərbəsidir. Artıq ard-arda 3-cü gün zərbəsini yerinə yetirəcək Xüsus City komandası. Yenidən pasla oynadılar. Və mən daha bir oyuncu dəyişikliyi görürəm İstiqlal adına. Epizod sonrası onu da xatırladacağım. Götürmə Mehdi Məmmədov. Savuşturmağı bacarır. İnamlı oynadı meydanda. Rızayev. Rəqibini gözəl keçdi. Aytun Hacıyev sürətlidir. Və məhz ikili mübahisədə yerdə qalır və meydanı tərk edir top. Aytun Hacıyev. Oyuna daxil olar olmaz özünü meydanda göstərməyi bacarır və məhz İstiqlal futbol komandasında mən oyuncu dəyişikliyi görürəm. 27 nömrəsi ilə birazdan meydana daxil olacaq. Daha doğrusu 21 nömrəsi ilə Nihat Zeynalov. Artıq komandasının o da gol epizod ümidləri olacaq. Qarşılaşmanın geri qalan hissəsində. Tac atışı sürətli başladı Mehdi Məmmədov. Sonrasında Zeynalov, Rızayev. Zahir Hüseynov. Bir zərbə son anda bir refleks gəldi qapıçıdan. Sovuşturmaq mümkün oldu bu epizoda. İndi isə gün zərbəsini yerinə yetirəcək İstiqlal futbol komandası. Bu qarşısına bir qədər istəkli alamadı bu. İndi isə hücum şansı Xüsus City'dədir. Rızayev qarşıladı, sonrasında Eldar Balakişiv. Meydanda saxlamaq mümkün olmadı topu. Tac atışını mən Tamerlan Zeynalov görəm. Yerinə yetirəcək. Hərəkətli qazandırdı. Asif Əhmədovla oynadı.
Tamerlan Zeynalovlar rəqib oyunçunun mübarizəsini şahid etdik. Getdi İsmail. Yenidən Tamerlan Zeynalov. Həqiqətən də müdafiədə bugün o da inamlıda. Zeynalov. Ötürməsi Asif Əhmədova. Zara gəlib çatmır bu ötürmə. Mehdi Məmmədovun zərbəsi birbaşa qapıya. Bu golkiper üçün çox rahat bir zərbə idi. Ram etmək mümkün oldu. İndi isə hücum şansı Aksu City adına. Əbülfəz Ələkbərov da məhz müdafiəyə yardıma gəlib. Sonrasında son müdaxilə Tamerlan Zeynalovdan idi. Səhv görməmsə. Bəli, Aksu City hal-hazırda gün zərbəsini yerinə yetirəcək. Və bunu da qeyd edək ki, qarşılaşmada ən çox gün zərbəsi yerinə yetirən komanda hal-hazırda elə Aksu City'dir. Bir zərbə məhz Aydın Hacıyev qarşıladı, sonrasında Tamerlan Zeynalov. Etirazlar var əllə oynama barəsində. Aydın Hacıyev cərimə meydançasının içərisində bu cür müdaxilələr çox risklidir. Asif Əhmədov ötürməsi Mehdi Məmmədova. Sağ cinağa ötürmə Əbülfəz Ələkbərov surətlənib. Mehdi Məmmədov ötürmə çatarsa təhlükəli ola bilər. Mehdi Məmmədov ram etməyi bacardı. Rəqibini keçdi. Gözəl hərəkətlər istədi, amma ötürmə alınmır. Alınmır istədiyi kimi bu ötürmə. Çox yaxşı düşünülmüş bir hücum idi. İstədiyi kimi alınmadı. Tamerlan Zeynalov. Rəhim düşdü onana, Rəhim. İndi isə hücum şansı məhz Aksu City'dədir. Bu qarşısına ötürmə bir tərs vuruş gəldi Sənan Nəsirovdan. Sonrasında isə top məhz elə Eldar Balakişevdə qaldı. Bəli, qarşılaşmada bərabərlik hökm sürür. Qarşılıqlı qollar ilə İstiqlal futbol komandası 3. Məhz Rızayev sürətli başladı. Məhz Asif Əhmədovu keçdi top. İndi isə yenidən bir hücum şansı Aksu City'dədir. Sürətlənib, çox sürətli gəldi. Bir zərbə və əfsuslar olsun ki, gol gəlir. Aksu City bərabərliyi sonlandırır. Məhz bu gol ilə. Aksu 4, İstiqlal futbol komandası isə 3. Həqiqətən də sürəti adına gələn bir gol idi bu. Sürətini çox yaxşı istifadə elədi və qola gedən yolu inamlı irəlilədi, belə deyək. İndi isə bərabərlik artıq pozulub. Minimal üstünlüyü məhz Aksu City'dədir. Qonaq komandada. Asif Əhmədov. Yenidən bir top itkisi bu dəfə Asif Əhmədovdan. Rızayev qarşıladı. Rızayev. İndi isə Aydın Hacıyev də çatmadı top. İndi taç atışını yerinə yetirəcək. Aksu City komandası. Bəli, akrobatik bir cəhd istədik biz Aksu City komandasının oyuncusunun. Bu zərbəsi bir qədər ünvansız alanda. Zəmli etmək istəyirlər.
minimal üstünlüğündə artıq inamlı oynadılar. Mehdi Məmmədov möhtəşəm keçdi. İndi Zahir Hüseynov. Zahir Hüseynov. Məhz hakim oyunu dayandırmadı. İtirazlar var hər iki epizoda görə. İndi isə əks hücum şansı. Sənan Nəsirov keçməyə bacardılar. Bir zərbə şansı. Sənan Nəsirov hələ də təzyiqi buraxmayıb. Sənan Nəsirovla rəqib oyunçunun biz mübarizəsini izlədik. Elcan Süleymanov da gəldi. Sonrasında Eldar Balakişiyev inamlıdır. Keçid vermədi və məhz Sənan Nəsirova əvvəlki epizodda yerdə qalır. Referinin gözü bayaqki oyuncusunu axtardı mənə vermək üçün. Qapçı! Belə, məncə də elə kart gələcək. Səsin gəlmir! Səhv etmirəmsə elə Aksu City oyuncusuna gəldi bu sarı kart. Samir Əliyev sarı vərəqi görür. Bəli, məhz Aksu City-nin oyuncusuna gəldi bu kart. İkinci artıq xəbərdarlıqdır, üçüncü rəsmi xəbərdarlıqdır qarşılaşmada. İki oyuncu bir də köməkçi məşqçisi. Saf dördür. Bəli, indi isə belə deyək, ədalət təmsilçisi bərpa etdi qarşılaşmanı. Sənan Nəsirov. Qarşılandı orada. Artıq ilk yarıda son 9 dəqiqənin içərisinə daxil olmuşuq. Görək bu 9 dəqiqə nələr gözləyir bizi bu 9 dəqiqədə? Bu hesabı saxlamaq mümkün olacaqmı yoxsa bərabərlik gələcəkmi İstiqlal futbol komandasından? O gol gələcəkmi? Xallar paylanacaqmı yoxsa Aksu City 3 xalı aparıb gələcəkmi? Və artıq bu da rəsmi xəbərdarlıqlar oyunun son dəqiqələrində bir qədər artır. Artıq bu da məhz ədalət təmsilçisi tərəfindən 4-cü rəsmi xəbərdarlıqdır. Artıq rəsmi xəbərdarlıqlarda elə üstün tərəf qonaq komandadır. Həm hesabda, həm də sarı kartlarda. Eldar Balakişiyev hərəkətli qazandıracaq məhz. Topa Tamerlan Zeynalov oynadı, bu dəfə qısa oynadı. Görək bu dəyişiklik nə baş verəcək, nə göstərəcək bizə. Rızayev qarşıladı. Sonrasında Elcan Süleymanov. Rəqibini gözəl anlatdı. Elcan Süleymanov. Sürətləndi. Gözəl bir ötürmə gəldi. Əbülfəz Ələkbərov. Vur! Aydın Hacıyev. Zərbə olacaqmı təkrardan? Nə qaçır əldən, nələr qaçır əldən? Rızayev həqiqətən əldən çox böyük şansları qaçırdı İstiqlal futbol komandası bugün. Nihat ötürməsi Zahir Hüseynova. Tamerlan Zeynalov qarşıladı. Məhz kritik bir müdaxilə idi bu. Tamerlan Zeynalov ötürməsi keçmədi. İkinci bir ötürmə şansı yaranıb. Sənan Nəsirov. Sürətli başladı indi Mehdi. Mehdi birbaşa zərbəni indirdi. Məsram etmək mümkün oldu. İndi isə təbii ki də artıq üstün tərəf onlardır. Aksu City komandası da bir qədər tələsmirlər. Bacardıqları qədər vaxtdan istifadə edirlər. İndi isə artıq başlatdı. Asif Əhmədov qarşıladı. Daha doğrusu Nihat Zeynalov qarşıladı. İndi isə Asif Əhmədov təzyiq göstərdi rəqibə, müdafiənin gerisinə. Rızayev qarşıladı. Sonrasında Aydın Hacıyev məhz çatsa da topa ram etməyə mümkün olmadı. İndi tutarcı atışını Aksu City komandası yerinə yetirəcək. Orada elə Rızayevlə mübarizəsini şahidlik etdiyi təzyiq nəticə verdi. Asif Əhmədov. Ötürməsi Tamerlan Zeynalova. Tamerlan.
Ötürməsi gəlir Əbülfəzə. Qapı qarşısına bir ötürmə. Məsram etmək mümkün oldu. Sonrasında Tamerlan Zeynalov. Asif! Asif Əhmədov! Nə qaçır əldən? Qaçan qollar. Sayı hesabı gedir əldən. Həqiqətən bu epizodların %100'lük gol şansı daha əldən qaçar. Məhz Mehdi Məmmədovda qayıtı bozuntusu var. Bir standart vəziyyət yaşanacaq. Mən elə başa düşürəm, bəli, elə məhz topun başında mən Əbülfəz Ələkbərovu görən bir gol və bir məhsullar ötürməklə bugün yadda qalıb. Hakimin xəbərdarlığı göstərilir. Canlı səhət qurulub, hər şey hazırdır. Əbülfəz Ələkbərov məhz canlı səhətdə tuş gəldi bu zərbə. Hal-hazırda oyunun son 4 dəqiqəsinə daxil olmuşuq. Sənan Nəsirov keçid vermirlər. Könül zərbəsi yerinə yetirəcək. Xeyr, könül zərbəsi yerinə yetirilməyəcək. Bu bir out qərarıdır. Məhz Sənan Nəsirovdan meydanı tərk etdiyini bildirdi. Ədalət təmsilçisi ondan son mən 4 dəqiqənin içərisində daxil olduğumu görürəm. Artıq 4 dəqiqə qalıb qarşılaşmada son epizodlar. Əsas vaxtın bitməsinə son 4 dəqiqə qalıb. Son epizodlar və təbii ki də Aksu City 4-3 üstündür. Tələsmirlər. Vaxta bacardıqları qədər qənaət edirlər. Mən belə görürəm. Təbii ki də kim üstün tərəf olsa belə itər təbii ki də. İndi isə əllə oynama etirazı var. Məhz oyun çoxca dayanıb bugün. Aynı boşdu, hey! Əbülfəz Ələkbərov hərəkətli qazandıracaq topa. Komandası adına son epizodlardır, son dəqiqələrdir. Bu şansları qaçırtmaq olmaz əldən. Məhz qısa bir ötürməklə kapitanla oynadı. Sənan Nəsirov qapı qarşısına. Offside bayrağı havadadır. Bu dəfə də İstiqlal komandası adına qalxır offside bayrağı. Burada imkanıma qatıldıram. Məsələ, çox epizodda İstiqlal adına qalxıb. Laysman bayrağı. Tamerlan Zeynalov hal-hazırda rəqib oyunçunu müşahidə edir. İndi bir ötürmə Elcan. Gol qaçınılmazdı. Bir anlıq Elcan Məmmədzadənin bu ehtiyatsızlığı goldan qaçmağa kömək olmur. Aksu City komandası 5, İstiqlal komandası isə 3. Artıq oyunda son 2 dəqiqə var və belə də deyək 5-3 üstünlük artıq Aksu'dadır. Qalibiyyət şəffaf görsənir daha da hal-hazırda Aksu City'yə. Arada vəziyyət və də dəyişiklik başlayacaq. Məcid Dovşan. Həməs vaxt itkisi gedir. Vaxt bu dəqiqə İstiqlal komandası adına irəliyir. Saatına. Bəli, oyuncu dəyişikliyi var. Qonaq komanda adına Aksu City. Oyuncusu 16 nömrəsi ilə meydana daxil olacaq. Xatırladım. Son əvəzinəsə Məcid Dovşan. Bəli, məhz oyuncu dəyişikliyi baş tutdu. Meydanın işıqları yansa da məhz qalibiyyət işığı İstiqlal üçün sönüb. Oyunun artıq son 1 dəqiqəsinə daxil olmuşuq əsas vaxtda.
Heç onlar da belə istəməzdi. Bitirlər baxdı. Bəli, 3 dəqiqə əlavə olunur əsas vaxtda. Bu 3 dəqiqəni yaxşı dəyərləndirmək lazımdır. Tamerlan Zeynalov, Asif Əhmədov, Zahir Hüseynov məhz yetişə bilmədiyin deməkdir. Zahrun yetişə bilmədiyini tamamlayır. Bir zərbə. Qapıcı son anlarda daha da diqqətli davranır. Əbülfəz Ələkbərov. Məhz pressingi var idi az əvvəl müdafiəçilərə və buraxmır. İlk yarıda çox əla başlamışdı İstiqlal futbol komandası. Rahat epizodlar tapırdı. Sanki bu 15 dəqiqə onlara çox pis təsir etdi. İkinci yarıya sanki İstiqlal deyil də başqa bir komanda daxil olub meydana. Əldən qaçan şanslar və səhvlər məğlubiyyəti gətirdi. Hal-hazırda. Zərbə lazımdır. Eldar Balakişev. Məhz məğlubiyyətə qarşı gələ bilməsə də son epizodlarda ən azından bir qədər bu seyvləri ilə rahatladır komandasına. Və yaxşı uzaqlaşdırmağa başardılar. Təhlükə tam sovuşmayıb. Bir standart vəziyyət. Eldar Balakişev hərəkətli qazandıracaq topu. Oyunda son epizodlara, son həmlələrə şahid edirik. Eldar Balakişev. Zahir Hüseynov qarşıladı. Elcan Məmədzadə sürətlidir. Məhz Eldar Balakişevə qədər gəldi top. Üçüncü turda bir adım yox, 2 adım yaptı. Bəli, qalibiyyət Ağsu City'yə daha şəffaf görsənir. İkinci yarıda tapdığı qollar, epizodlar məhz qalibiyyəti gətirdi onlara. Və offside bayrağı da havadadır. Epizod öncəsi. İndi Eldar Balakişev. Tələsmək lazımdır, vaxt itirmək lazım deyil. Sürətli olmaq lazımdır. Fərqi azaltmaq adına. Aydın Hacıyev istiqamətinə irəlidir top ama. Ağsu City qapıcısı inamlı oynadı çıxışda. İstiqlal! Elşan Məmmədzadə yaxşı keçdi rəqibini. Tamerlan Zeynalov. Zahir Hüseynov sonrasında Nihat. Qaşlamaq mümkün oldu. Bir zərbə. İkinci bir zərbə şansı. Eldar Balakişev. Sən refleksiyaya bax. Refleksiya özünü danışdırır bugün. Məhz daxil olan 5 topa çarə ola bilməsə də ən azından bu sevlər möhtəşəm həyatda qalandı. Sürətli başladı. İstiqlal futbol komandası Mehdi Məmmədov oynadı. Və bu da son qarşılaşma sona yetir. Şəffaf stadyumunda. Region Liqasının 3-cü turunda İstiqlal futbol komandası ilə Ağsu City qarşı-qarşıya gəlirdi. Və məhz Ağsu City qonaq qismində 5-3 qalib gəlir İstiqlal futbol komandasına. Sizlərlə mən idim. Mirağa Ələsgərov.